Salam əziz izləyicilər, bugün sizə qalxanvari vəz və süd vəzi arasında əlaqədən danışmaq istəyirəm. Belə ki, əgər süd vəzi patologiyası aşkarlanıbsa, ultrasəs müayinədə mütləq şəkildə qalxanvari vəzdə müayinə olunmalıdır. Çünki qalxanvari vəz süd vəziyə birbaşa nəzarət edəcək, təsir edəcək, hər hansı problemin yaranma səbəbi ola biləcək hormonlar ifraz edir qana və bu hormonların azlığı və çoxluğu süd vəzdə patologiyanın yaranma səbəbi ola bilər. Buna görə də mütləq şəkildə qalxanvari vəz müayinəsi süd vəzi müayinəsinə yanaşı aparılmalıdır. Müayinə ultrasəs müayinə vasitəsilə icra olunur və növbəti etap isə əgər biz ultrasəs müayinədə hər hansı bir ultrasəs əlamətlərinə görə şübhəli bir düyün və yaxud da sahə aşkarlayarıqsa, növbəti etap müayinə incə iynə aspiraton biopsiyaya əsaslanır. Hansı ki, bu biopsiya tamamilə fəsadsız və ağrısız müayinə yöntəmidir və bu zaman alınan material patostoloji əkilməyə verilir. Cavabdan asılı olaraq isə müayinə və müalicə taktikası seçilir. Əziz xanımlar, əgər sizin də süd vəzninizdə hər hansı bir dəyişiklik varsa, mütləq şəkildə qalxanvari vəzin ultrasəs müayinəsindən keçməliyik. Çalışaq, sağlam qalaq.